Salamlar dostlar, videoya xoş gəldiniz. Bugünkü videomuzda çöy incələməsinin duyurusunu eləmək istəyirəm. Çöy incələmək üçün fərqi yoxdur. Yəni istəyin köhnə oyunçu olun, istəyir yeni oyunçu olun. Əgər tövsiyələrə ehtiyacınız varsa, aşağıda yorumlarda köy kodunuzu atın. Bir də istədiyiniz bir şey varsa köy kodunuzun yanına nəsə yazarsınız. Onsuz da hamını incələyərəm yəqin ki, yorumlar çox yormasa məni. İnşallah incələyəcəm hamını. Əlimdən gəldiyi qədər hamınıza kömək etməyə çalışacağam. Bir də inşallah 4000 abunə olaq. Bir dənə altın bilet çəkilişi eləməyi planlayıram. Söz vermirəm, amma eləyə bilərəm də, yəni gözləmədə qalın. 1-2 dəqiqəlik video atmayım istəyirəm. Efsanelik saldırılarını sizə göstərərəm. Bir də ki, Klan Savaşı ligindən saldırımı göstərərəm. Bugünkü elədiyim saldırımı. İkinci günkü saldırımı sizə göstərim. İkinci günkü saldırımda 3 ulduz attım. Birinci günkü saldırımda videosunu atmışdım. Orada 2 yıldızda qaldıq. Savaşlarda uduzuruq, amma mənim vezimə də deyil. Mən madalyamı oturub çəkic falan alacağım. Həm umurumda deyil. Üçüncü günkü savaşa baxaq. 4x alacağım. Buradan saldırıya keçdim şampiyondan. Orada sağa getməyin planlamamışdım. Buradan saldım, devok attım buradan. Ordunun mərsidən getməsini sağladım. Barbarkal burada çıxacaq kimi olar da çıxmışdı deyəsən. Burada mağal özəllik basacaqdım. Barbarkalın özəlliyin heyf oldu. Barbarkal çöldən getdi. O pis oldu. Amma nə, buradan özəllik bastım. Dikənli top buralara da hasar verdi. Ondan sonra 3 ulduz atdıq. Çətin köy deyildi. Onsuz da BD binası 16 idi. Elə də problem olmadı. Deməli, qarşımızda BD binası 17 var. İstəyirəm buna saldırımı da eləyim bugün. Problem olmayacaqsa, inşallah. Prosta şampiyonu haradan yeritəcəyimi bilmirəm də. Buradan okçu kraliçe falan ataram, qışlanı. Buradan onda birinci bu modifiye atölyəsini alaram şampiyondan. Bu hissələri falan təmizləyərəm. Neyse, buradan girirəm, axıra saxlayıram oran. 56'ını gördüm, bas. Özəllik basıram. Birisi bizi izləyir. İzləməyin abici, mən utanıram. Qorxayım. Neyse, çəkirəm. Çox ehtiyac yoxdur. 2 dənə görünməzliyimiz qaldı. İnşallah yaxşı olar. Əlimdə kəllə avcısı var. At, indi at. Bu hissələri təmizləyərlər, elə də çətin olmaz. Buradan bir dənə elektro atıram o iskeletlərə görə, çünki problem olacaq. Yavaş-yavaş orduyu salıram. İzləməyin məni. Həyəcan edirəm mən, həyəcanlanıram. Hayda, o ateş atarlardan birini almam problem olacaq. Haydi. Buran sarmaşdır. Qəşək. Ordu buradan geçsin. Şampiyon atmışam da, elə deyilmi? Volkların canı azdı. Bas bas. Öfke bas. Barbarkal biraz ortaya geçsin. İndi özəllik basıram. Əlimdə 2 dənə şey var. Neyse, bir şey olmaz. Ulan canı fullənsin. Əlimdə hələ də görünməzliklərim var. Şampiyonu saxladım. Üstə də arada baxım. Üstə alarlar, elə də dərd eləmirəm. Belə. Buradan da yalandan divar yıxacaq. Neyse, buranı üçlədik. Şansımız gətirdi.
Eyvallah Emre abim. İndi indi sizə şey göstərim. Efsanelikdə elədiyim bugünkü saldırıları görməyin. Baxmayın efsanelik saldırılarıma. Videosunu paylaşmayacağam. İstəmirəm. Videosunu çəkmişdim. Çox əsəb keçirtdim. 8-də 4-ü yarısında 3 ulduz ala bildik amma 73%'da qaldığım oldu, 72%'da qaldığım oldu, 79 da oldu. Aşağı kupalarda 252 kupa bərbad bir kupadır. Onca istəmədim ama dünənki kupalara gələndə 320 kupa. Ne? Axırıncı son videomdan razıyam ama bugünkü video atmayacağım onu. Neyiniz? Başka bir farklı bir video konusu olsun. Bir də dostlar, yeni gələcək güncəlləmədən bəhs eləyim. 2 dənə mod gələcək. Biri qanimet kasacaq, birində də rank kasacaq. Rankdakı elə bir kupa sistemi dəyişir də. İndi bizim bildiyimizdən kristal falan var idi, titan var idi. Onlar silinəcək, yerinə fərqli liglər gələcək. Bir də dostlar, savaş günlüyündə bir dəyişiklik olacaq. İntiqam ala biləcək. Bir də qanimetlər artıq daha çox qanimet ala biləcək. Bir də dostlar, burada liglər olacaq. Hər bir lig, məsələn aşağı kupalarda bronz falan idi, amma burada fərqlidir. İskeletdir, barbar, oxçu, büyücü, büyücü 1, büyücü 11, büyücü 12 falan. Balkurdur, cadıdır, golemdir, Pekka, Titan ligi, Ejderha ligi. Birliklərin isimlərini veribdilər. Elektro ligi. Bir də ən sonda da efsanelik. Bu qədər. Yenilik sistemində bir yandan kasmaq istəyirəm, bir yandan da kasmaq istəmirəm. Çünki heraların səviyyələrini görürsüz, bərbad vəziyyətdədir. 31 level şampiyonum var mənim. Hayvanların levelləri pis deyil, amma tilkini məsələn makslamaq lazımdır. Tilki vacib hayvanlardandır. Anga quşunu da makslamaq lazımdır. Bunları makslamaq lazımdır. Nəsə dostlar, hansı video fikirləriniz varsa, necə videolar çəkməyimi istəyirsinizsə, yorumlarda yazın. O tarz videolar çəkməyə çalışaram. Onda bugünkü videomuz da bu qədər olsun. Sonraki videoda görüşmək üzrə deyək. Sağ olun, salamat qalın.